Ayarlayacağım. Məncə o olacaq ham sifətimə. Yəni uzaqlaşdırırıq. Uzaqlaşdırma. Yox, hamı yerləşmir. Hələ şey problemi var. O video kaydı bayaqdan durdurulur. Onun yan şeyini keçirdim. Sən Ona bax, donur. Gəlsən kutkalarımız dəyişək. Məndə də əslində bir dənə futbol vardı. Gəl görək. Müəllimlər. 10 bir dənə elə, 10 bir dənə burada elə. söyüş söymədə video düşür. Nasıl sən am? Yerə düşən dedi, yerə düşürən demədi ki. Hə. Sən yerə düşürən. Sən. Ay belə patlama deyə. Mən ortadayam düz. Mən ora istmişəm ona görə. Nədən danışaq? Aha. Yaxşı da. Barcelona'nın idman direktoru Deko'nun transfer siyasətindən. Samadın kovasının içinə niyə töksən? Uçuraq. Qardaşım niyə belə bir şey deyirsən sən? Bırak uçuraq gördün niyə Bildim də. Sinə Bizim bir də hər hansı bir rayona getməyimiz qaldı. Bu əşya gedir. Qəbələ 1 yoxsa Qəbələ 2. bir hara fırlasan bir brat. Niyə 2 də maraqlıydı? Yox. Kim mənim üçün elə belə adi gəzinti kimi gəldi. Birinə gəlmişdi mən. Qəbələ birinci getməyimizin ləzzəti bilsən nə idi? Çünki heç kim tanımır da. İlk dəfə. Namaz qılırdı. Niyə? Mən pivə süzürdü. Varlıq yürüyüşü eləyəm, amma pres yürüyüşü belə. Pres yürüyüşü. Ayxan deyir bir həftəyə 4 milyon qazanmaq istəyir. Orhan sən başına gələn maraqlı hadisə zad. Ayaq sürücü istəyirsən. Nə oldu? Yıxılır. Sən yeyirsən. Bu arada uşaq mənim qarnım deyil ha, bu şeydir. Uşaqlar deyir hələ düzənməli bayaqdan da söhbət eləməmişik. Sən manatlıq sürürsən deyə əksinə söyüş bilməlidirsən ki, manatlıq taksilərin 3 dənə sözü var da. İkisi getdiyi yerlərin adıdır. Məsələn 20 yan var Xırdalan. Bir də manatdan pis yox. 4 dənə söz var. Hara yolsun qayıt. Bu temanı bilmir də. Hemişkanı nətər basırıq sən. Gözlə Hemişkanı qutarıb gəlirdi. Yatarsan maşında. Düz kameranın qabağında gəl. Biraz da belə deyə. Hə, tam qabağa. Belə hadisə baş verəndən sonra tamamda çiməndə ssenari qurursan öz beynində. Müəllimlər, bir dənə baxın görün davam eləyir. Gələnlə bu vaxt sənəskar olasaq. Alsaysan. Vay. Çox fikirləşdirsən o. Belə 2004 dolara. Abam bir dənə dostu var idi. O qaqaş nə idi? Pest ağzını cırdım. Qaqaş var ha, sən kimdəymi? Görürsən deyərsən ki, rahat 30 yaşı var. Mənim balaca deyil o. Diyor, sonra deyirlər Azərbaycan gəncləri streslidir. Azərbaycan gəncləri nətər stres olmasın? Bayaq bir dənə sual verdi inşallah. Müəllimlər salam dedi, Rəvan ağappaq oldu. Mikrofon da Rəvanın əlindədir. Elə bil ki, məndən şey kiməm. Mən deyirəm özümüzün məqazım. Kaftancı olucu bir yalancı sən. Balıqları Gəzirlər, bu soyuqda niyə gəzəsən ya? Söhbət eləyin də. Ay, bu da sizin reklamınız ola bilərdi. Ahır ki, prava aldım da deyirəm. Bunu dedim, başçarı yadıma düşdü. Bir dənə tanım kanalımız var idi. Cəza şey bilsən nə idi? Məsələn, deyir ki, abid olurdu, deyir ki, yeməyi yeyin. Gedin yatın. Ərgənlər vardı, yatmırlar. Gəlirlər bir-birini barmaqlayırdılar, peyna tökürdülər üstünə zat. Bu da beyni sönürdü, deyirdi, davay düzəlsə, dedim yatın. Yatmadınız ki. Gözürdü bizi koridorda, başlayırdı, o qədər boş-boş şeylərdən danışırdı. Bugünkü mövzumuz qarşılıqsız sevgi. Ay bula. Başlayırdı bizə nələr danışmaq. Bir insanı sevərkən, qoxusu o insanın yadda. Ay da. Bir insanı qarşılıqsız sevmək sevginin ən çətin hissəsidir. Ay bula. O şükür eləyəsən, şükürsən. Bu niyə şükürsüz ya? Adam uşaqsız. Qaynar deyə, pülür ya, ona bax bir Mənim atam sənin atam deyər. O görə ona göstərim. Qabama Smackdown çıxıb. Bizim mərhədə Smackdown yanındadır. Sən kim idin Murad? Mən Rey Mysterio idim. Undertaker. Nə canım var idi, sən Undertaker. Yo, o vaxt elə belə bir şey porsuq idi. Mən Rey Mysterio idim. Xırdım zaborun zadın üstünə zabordan tullardım. Çək sizin mərhədə qalardım. Dəli kimi. Ada, bu Allah şahidi. Biz sizlə ağarırdım. Əməlli başda. Smackdownla baxırdıq. 5-ci gündən Foxda Smackdown gedirdi. Axşamlar evdə baxırdıq. Məsələn, Rey Mysterio ilə məsələn deyirəm də Undertaker danışacaq. Bilirdim ki, sabah deyən Undertaker kimdir? Murad. Sabah Muradla danışacaq. Elnur Gül'ün evində ringsat düzəldirdi. Tək qalırdı orada. Başlayırdı döyüş. Onlar orada şou eləyirlər. Biz əməlli başda döyüşürdük də yəni. Ən çox bizə nə idi? Bizi döyürdülər Ayxan Gül. Biz məhəllədə balacalar idik. Ən çox da Obri Ayxan dostu. Siz bizi alladırdı ki, bəs gedək bizim həyətdə parti eləyək. Hər dəfə bu balıq eyni var, eyni söhbətdə bir sayın sonra yadımızdan çıxır da. Hər dəfə partiyadına aparırdı bizi həyətə. İt balası kimi döyürdü bizi. Sonra bizə işgəncələr verirdi. Birində İboşun sifətinə yerdə düşür, kislata tökülür. Deməli bu dəfə dədəm Gəncədən nə kişi almış, nəsə option nağdar arestdə soxmuşlar. Kiyan dəyişdi, nə bilim bir dənə 190 dəyişdi də 07-yə. Hamısı da sənədsiz maşınlardır. Nəsə bizim həyətdə 07-dir. Bizim də həyət o vaxt genişdi. 07-dən salmışdı. Dalınca da öz maşınımız seçki cib çıxırdı da. Zərər çəkmiş olan mən olmuşam. Deməli Murad, bunu salmışıq həyətə. Bunu bir də Turqay vardı o. Bota bunlar nətər döyürük. Amansız aslında. Döymə var, döymə biri var, mırtdaşasan, zarafatdaşasan. Doğrudan döyürlər ha. Dostum vardı sən. Götürəsən bu bayı, çırpasan 07 batdı da. O bagajda o batıqdan satdı o 07. Başı ona görə baş kimi olur be sən. Bizim zabora kəllə atır, darvaza silkələnir. Quran haqqı. Həyətdə o vaxt başımız çıxmır axı. Net yoxdur kislata. Ondan var. O dostum da bilməyəsən, götürəsən, asasan, qapağı tökürsən belə atasan üstünə. İboş da belə çəkildi yerdə orada, yerdən
Belə Məsələn- Allah and olsun. Yəni çəkilməsəydi peşmançılıq olacaqdı da sənə. Tabii bizi aparardı partiya adından. Düzürdü bax belə boy sırası bizi. Həyətlərdə roza dükanı. Həyətdə Mikrofona tüpürərdim mən. roza gülləri var idi. Rozanın üstündən tikanı qopardırdı belə. Davay bunu damağınıza batırırsınız. Kim ağladı, buraxıram. Ağlamayan buraxmır. İboşa yaxınlaşır, İboş sıraz başlayır ağlamağa. Turqaya yaxınlaşdı, Turqaya batırır, Turqaya başlayır ağlamağa. Mənə çatır, mənim sırtıqlığım tutur. Palma sırtasan. Bizim məhəllə həqiqətən Smaqdan bizim psixologiyamızı çorlamışdı sən. Məhəllə özü Telman öldürəcəm ki. Orxan John Cena idi. Yoxsa Həsən John Cena idi. Elmar var idi, qara elmar. Bizim məhəllədə qara elmar vardı Gürcüstanda. Yadımdan çıxıb Həsən Həsən idi, yoxsa Həsən o. idi, Həsən. Elmarı qaldırasan belə çiyninlə. Bizim məhəllədə dəmir yol var axı. Qaldırasan belə çiyninlə. Belə tullayasan dəmir yol reysinin üstünə. Elmarın beli dəydi ora bax belə də belə. Elmar belə də elədi. Dedi şişiyor da. Uşağın onurğa sütunu getdi. Həsən ağappaq oldu. Orxan ağappaq oldu. Şişiyor da. Öldük. Elmar belə aralandı. Biraz aralandı belədir. Onu qaçdı. O uşaq heç də təsir eləmir də sənə. Ən çox bizim məhəllədə İboşu təsir eləmişdi Smackdown. İboş yeri bax Allah and olsun. Məhəlləyə gəldi bax belə. John Cena. Belə Qurana and olsun. Bax kopyada bax belə. Məhəllə boyu bax belə John Cena. Hovuzun qabağında deməli yetim. O vaxtçı Elnur. Da o vaxtki Ennur'da orada İboşun velosipedi var idi. Velosipedin üstündə o siqnallar zatar olmur. İsmail adlı bir uşaq var idi. İsmail gəldi. Hüseyn Ələkbər idi. O şimdi o uşaqlardan biri idi hansısa. İboş da bir sonda sakit uşaqdı. Gəldi bir qurdadı, iki qurdadı. İboş dedi ki, bəsdir, eləmə. İboş götürəsən, bunu qaldırasan, çırpasan yerə. Məsələn. Allah'ın olsun. 2 dənə sifətinə vurdu İboş yerdə. Belədir. Allah şahid. Döyür. Axırda da belə. Üzün çörü çıxır gedir. Elmar var ya dediyim kimi o daş kimi olan uşaq. Amma bir dəfə söz söhbət olmuşdu. Bunun da əvvəlcədən tanış olduğu, əvvəl yaxın olduğu, sonradan söhbət düşən uşaqda. Elmarın da bilmirəm olub sizdə yoxsa yox. Qolu çıxan adamın qolu davamlı çıxır da. Bir dəfə çıxdı sonra qalmışdı. Elmar bundan dalaşdı. Nəsə bu buna dedi. Sən mi bana, mən mi sana dərkən Elmarla bu başladılar, tutuşdular, güləşirlər yerdə. Elmar bir gözü qışqırır. Qolum, Elmarın qolu çıxdı. Nəsə bunları araladı. Aralayanda Elmarın dalaşdığı uşaq bunu söydü. Lan olsun belədir bu. Mənlə sənsə Allah qolunu taxdı. Məsələn Bax Qurana adam qolunu taxdı yerinə. Onunla vəhşi diyor sən. Elmarın qohumları bizim bütün məhəlləni döymüşdü. Gürcüstanlar bizim bütün məhəlləni döymüşdü. Niyə? Toy günü də Elmar da qəşəng içib. Şadlıq sarayından çıxdım ki, ağa xaos var Şadlıq sarayının qabağında. Hərəni bir yerdə döyürlər. Məhəllə uşaqlarına baxıram belə. Orxanı qardaşım o tərəfdə döyürlər. Elnuru bu tərəfdə, Sunay, Nurlan, Həsən hamısını bir tərəfdə döyürlər də. Yer tutmağa çalışım görüm mən harda döyülə bilərəm də. Hə, yeri yox. Elmarı döyüb maşının altına salmışdım ha. Məsələn mi? 9-cu 8-ci sinif idim mən. Məhəllə səhərgərim hamı qapqara. Aha, mı qapqara, biri axsıyır, biri çox. Həsən bilsən nə olmuşdu? Həsən görür ki, Nurlanı döyürlər. Həsən gəlib Nurlanın qabağına keçib ki, o mənim balaca qardaşım, doğuq çatır mən vurum. Sən onlarla doğuq çatırmış. Başlar Həsən vurur. Sultan qıyağında belə üç bucaq bu boyda hasar var idi. Belə ona qoyub bu da belə arxaya gedib hop qışları qalxıb açmışlar. Sən nə tər döydün onunla? Mən şimdi mənim 5 dənə qafalı deyil. Balaca uşaq idim. Sən donursan qaç get biz gəlik də. Görsən, hamı gedir. Axırda solda 2 nəfər qalır. Həpp buradan düşür. Bir dənə final hərəkət eləmək istəyirəm. Olsa zor var. Ay bula. Gəl